Salam, hər vaxtınız xeyir, əziz və hörmətli dəyərli izləyicilərim. Bu mənim növbəti məktəbimizin bacarıqlı şagirdlərindən, mənim sevimli şagirdlərimdən, əl işləri bacarığı olan, xüsusi istedada malik olan uşaqlardan biri. Yəni öz üçündə, belə deyək, xüsusi deyək, yəni gələcəyi arzusu özünün şəxsi avtosalonu olmaqdır. Azelov maşınının belə bir maketini hazırlayıb, belə bu hissəsinə, kapot hissəsinə deməlimə zajikalka qoymuşam. Buradan belə işığı yanır, tək göz faradır. 2 təkər kaldırıb. Çox belə gözəl. Gələcəkdə özünün şəxsi avtosalonu olacaq. Arzusundadır ki, özünə məxsus avtosalon olsun. Deyirəm, amma belə maşınları 2 təkər qaldırmaq. Sonra belə bir Xəlilov Xəlil 6-cı sinif şagirdidir. Yəni öz dünyası var. Belə bir maşın şəkilləri də çəkir. Baxır çəkir, yoxsa axılına gətirir çəkir, axırı. Yəni maraqdır, maraqlıdır. Bunu deyəsən hazırlayıbdır bu tək göz. Sonra belə bir maşındır. Və qarşı tərəfi. Sonra Mercedes-Benz. Bu da pis deyil. Bu da qəşəngdir. Afərin. Alqışlayıram. Hər bir məktəbdə olduğu kimi bizim də məktəbdə yaradıcı qabiliyyəti olan, xüsusi istedada malik olan uşaqlar var. Xüsusi təfəkkürə, təxəyyülə malik olan, nə deyim, uğurlar. Allah yolunu uğur eləsin. Gələcəyimiz olan gənclərdəndir. Allah yaxşı, gözəl arzularına çatdırsın. 90 KK 012 Azelov Vaz 2107. Nə deyim, mənə də bir müəllim olaraq uğurlar diləmək düşür. İnşallah növbəti maşınları kolleksiyasını düzəldəcək. İndi biraz da mən də dəstək olacaq. İnşallah başqa səliqəli maşınlar düzəldər. Daha bundan da gözəl, effektli. Bir-iki dəfə də olubdur. Yəni biraz uşaqların əlində tez xarab olub. Bu dəfə inşallah. Uğurlar Xəlil sənə. Afərin.